Salam əziz müəllimlər, bugün sizinlə nəmizli emal və parça qırıntılarından tutqacın hazırlanma texnologiyası barəsində öyrənəcəyik. Gəlin müəllimlər, keçək mövzumuza. Məmulatın keyfiyyəti, xarici görünüşü, daha sonra onun forması nəmizli emalın düzgün yerinə yetirilməsindən asılıdır. Elə testlərdə də bu şəkildə düşür ki, məmulatın keyfiyyəti, onun xarici görünüşü, forması hansı emalı biz düzgün icra etməklə qorunub saxlanır. Təbii ki, məmulatın keyfiyyəti, xarici görünüşü, forması nəmizli emaldan asılıdır. Biz onu düzgün icra etməklə, biz həmçinin də bu amillərə riayət etmiş oluruq. Daha sonra müəllimlər, bilirik ki, keçən mövzularımızda öyrəndik ki, nəmizli emal nədir? Sonradan parçada dartılma, öz formasını itirmə halları olmasın deyə biz əvvəlcədən nəmizli emalı həyata keçirməliyik. Yəni, parçanı biçməmişdən əvvəl həyata keçirilən bir mərhələdir bu. Biz həmin parçaları yuyuruq, quruduruq və yaxşıca ütüləyirik. Və sonradan onda öz formasını itirmə, dartılma bu kimi hallar olmur. Ona görə də biz dedik ki, nəmizli emal mütləq parçaları biçməmişdən əvvəl aparılması vacib olan əməliyyatlardan biridir. Tikiş məmulatlarının nəmizli emalı bəs nədir? Nəmizli emalda biz bilirik ki, parçanın və yaxud da ki, məmulatın nəm halda isti təzyiqlə ütünün sayəsində ütülənməsidir. Və həmçinin nəmizli emal zamanı bizim köməyimizə çatacaq avadanlıqlar budur ki, ütü və ütüləmə lövhəsi. Olar ki, elə testlərdə istəyər ki, nəmizli emal zamanı vacib olan avadanlıq nədir? Təbii ki, ütü və ütüləmə lövhəsi olacaq. Daha sonra nəmizli emalın köməyi ilə biz parçanın qırışlarını hamarlayırıq. Ona demək olar ki, hazır məmulata lazım olan formanı veririk. Bəli, bu da nəmizli emalın sayəsində mümkündür. Davam edək. Ev şəraitində nəmizli emalı yerinə yetirilməsi üçün bizə lazımdır ütü və ütüləmə lövhəsi. Bəli, elə testlərdə də bu şəkildə düşür ki, ev şəraitində əgər biz nəmizli emalı aparacağıqsa, bizə hansı avadanlıqlar lazımdır? Təbii ki, bizə lazım olacaq ütü və ütüləmə lövhə. Elə testlərdə bu şəkildə düşsə ki, nəmizli emal neçə cür olur? 2 cür olur. Aralıq və yekun. Aralıq nəmizli emal hər əməliyyatdan sonra və biçmədən əvvəl aparılır. Yekun isə bilirik ki, hazır məmulat üzərində icra edilir. Yəqin ki, bu aydındır. Elə testlərdə də bu şəkildə düşür. İşləmə üsulundan asılı olaraq ütülər elektrik, buxarlı və elektrik buxarlı olur. Bəli, deməli, burada diqqət edəcəyiniz bir məqam odur ki, müəllimlər, işləmə üsulundan asılı olaraq. Bəzən ora gətirib işləmə gücü qoya bilər, çəkilərinə görə qoya bilər və yaxud da ki, başqa bir xüsusiyyətlərinə görə qoya bilər. Biz onu götürməyəcəyik. Yalnız işləmə üsuluna görə ütülər buxarlı, elektrik buxarlı və dedik ki, elektriklə işləyən növləri olur. Yəqin ki, aydındır bu. Ütülər həm də çəkilərinə görə fərqlənir. Bəli, bu da testlərə düşən suallardan biridir. Ütülər çəkilərinə görə 1 kiloqramdan 5 kiloqrama qədər olur. Yəni, 2 kiloqram da ola bilər, 3 də ola bilər, 4 də ola bilər. Yalnız 5 kiloqrama qədər. 5 kiloqramdan artıq olmur. Sadəcə ona qədər olur. Ona görə 4 də versə, 2 də versə, 3 də versə, o baxır situasiyaya. Orada o şəkildə götürə bilərik. 5 kiloqramdan əgər artıq olsa götürməyəcəyik. Yəqin ki, bura hissəsi aydındır. Həmçinin ütülər başqa xüsusiyyətlərinə də görə də fərqlənir. Deyərsiniz, bu hansı xüsusiyyətlərdir? Ütülər fərqlənir çəkilərinə, ölçülərinə və işləmə gücünə. Bayaq biz dedik ki, ütülər hansı növlü olur və hansı xüsusiyyətindən asılı olaraq. Dedik ki, işləmə üsulundan asılı olaraq onlar 3 növdə olur. Elektriklə işləyən, buxarla və elektrik buxarlı olan ütülər. Bir də var ki, deyir ki, ütülər bir-birindən hansı xüsusiyyətlərinə görə fərqlənir? Təbii ki, götürəcəyik çəkilərinə, ölçülərinə və işləmə gücünə. Bəzən müəllimlər işləmə güclə, işləmə demək üsulunu eyni götürürlər. Bilərək elə bilirlər ki, onlar eyni bir anlayışdır. Təbii ki, xeyr. Onlar eyni məna daşımır. Tamamilə fərqli bir şeylərdir. Ona görə bu hissələrə diqqət edin. Daha sonra nəmizli emalın yerinə yetirilməsi üçün bəs iş yeri haradır? Təbii ki, iş yeri odur ki, qatlanan ensiz masa, yəni ütüləmə lövhəsidir.
Şəkil 1-ə baxsanız, mən burada ütüləmə lövhəsini sizə göstərim. İndi ola bilər ki, hansısa müəllim bilməyə və yaxud da ki, tanış olmaya. Ütüləmə lövhəsi müəllimlər budur. Baxın, burada qız üzərinə parça sərib və onu ütünün köməyi ilə ütüləyir. Bax, bizim iş yerimiz odur, ütüləmə lövhəsi. Daha sonra davam edək. Bəs nəm isteğmalı biz yerinə yetirərkən onu necə aparmalıyıq həmən əməliyyatı? Təbii ki, ayaq üstə. Biz onu oturulu vəziyyətdə aparmağımız mümkün deyil. Ona görə də nəm isteğmalı əməliyyatının aparılması ayaq üstə mümkündür və bu zaman göz arasındakı məsafə 30-35 cm olmalıdır. Bəs biz demişdik ki, əl işləri zamanı məmulatla göz arasındakı məsafə nə qədər olacaq? Özünüzdə cavablandırın. Bəli, dedik ki 30 cm. Amma nəm isteğmalı yerinə yetirilməsi zamanı məmulatla göz arasındakı məsafə nə qədər olsa desə, bizə təbii ki götürəcəyik burada 30-35 cm. Nəm isteğmalının aparılması üçün iş yeri yaxşı işıqlandırılmalıdır. Bəli, bu sözsüz olmalıdır mütləq. Çünki qaranlıqda biz nəm isteğmalını necə apara bilərik? Ona görə yaxşı işıqlandırılmalıdır ki, görək parçanın hansı hissəsində qırış qaldı, hansında qalmadı və yaxud da ki, hansı hissəsini biz onun ütülədik və yaxud da ki, ütüləmədik. Yəni, bu kimi hallar olmasın deyə. Daha sonra davam edək müəllimlər. Detal və məmulatın nəm isteğmalına başlamazdan əvvəl mütləq ütünün istiliyini, demək, ütülənəcək parçanın qırıntısında yoxlamaq lazımdır. Bəli, bu doğru bir fikirdir. Bəzən olur ki, testlərdə başqa formada verir. Hansı formada desəniz, başqa bir parçanın qırıntısında yoxlamaq və yaxud da ki, başqa bir parça üzərində, elə ütülədiyimiz parça üzərində yoxlamaq, təbii ki, bu düzgün olmaz. Bəlkə elə ipək parça var, mən onun üçün müəyyən dərəcəni qoymamışam. Yəni, artıq bir dərəcə gətirib qoymuşam və həmin dəqiqə həm bilirik ki, bizim ipək parçamız ütü altına yapışa bilər. Ona görə dedik ki, biz detal və məmulatı nəm isteğmalı zamanı onu işə başlamazdan əvvəl ütünün temperaturunu elə bir tənzimləməliyik ki, bizim həmin parçaya uyğun olsun və bunu deməli, həmin ütülənəcək parçanın kənardakı qırıntısı üzərində yoxlaya bilərik. Ütünün qızma temperaturu dedik və bu da müxtəlif parçalara görə dəyişir. Gəlin görək hansı parça üçün bizim hansı dərəcədə olmalıdır ütümüzün altı. Pambıq və kətan parçalar üçün 180-200 dərəcəyə qədər, ipək parçalar üçün 110 dərəcəyə qədər. Bax, bu hissələr testlərə düşür. Yəni, bizim ütünün altının temperaturu pambıq və kətan parçalar üçün 180-200 dərəcə olacaq. İpək parçalar üçün 110 dərəcəyə qədər, yəni 110 dərəcədən artıq yuxarı olsa, ipəyimizə zərər verə bilər. Ona görə olmaz. Testlərdə də o şəkildə versə götürməyəcəyik. Biləcəyik ki, yəni düzgün deyil. Yun parçalar üçün 150 dərəcə, sintetik parçalar üçün isə 100 dərəcədən çox olmamalıdır. Davam edək, keçək növbəti hissəyə. İş zamanı təhlükəsizlik qaydaları, gəlin görək, bunlar haqqında biraz məlumat alaq. İş zamanı təhlükələr nə ola bilər? Təbii ki, ola bilər ki, yanıq halları baş verə bilər. Ütünün altı hissəsinə buxarla yana bilərik. Yəni, bu hallar baş verə bilər. Sonra ütünün şumurunun yanması. Yəni, iş zamanı təhlükələr bunlardır. Həmçinin elektrik cəryanı bizi zədələyə bilər. Ona görə, yəni, bu hallar olur. İş zamanı təhlükələr bunlar ola bilər. Testlərdə də bu şəkildə düşəcək ki, testlərdə verəndə mən düşünürəm ki, sizlər də asan şəkildə tapacaqsınız. İşə başlamamışdan əvvəl nə etmək lazımdır bəs? Ütünün, şunurun və çəngəlin qəlbinin işə yararlılığına. Bəli, görək ki, bu işə yararlıdır və yaxud da ki, yararsızdır. Ola bilər ki, demək, izolyasiyası pozulmuş olar və onda bizim üçün təhlükəli olar. Elektrik bizi, demək, zədələyə bilər. Ona görə biz əvvəlcədən buna nəzarət etməliyik ki, görək bizim görəcəyimiz işə yararlıdır, yoxsa yox. Ütünün alt hissəsinin tənzimləyicisinin emal olunan parçaya üzərinə uyğun temperaturda qoymaq. Bayaq dedik axı, sintetik parçalar üçün 100 dərəcədən çox olmayacaq ütünün temperaturu. Bax, bunu nəzərdə tutur. Daha sonra ütü masasını hazırlamaq, su püskürdəni hazırlamaq və kiçik rezin xalçanın mövcudluğunu yoxlamaq. Bəli, biz ümumiyyətcə ütüləmə zamanı onun nəyin üzərində yerinə yetiririk? Təbii ki, rezin xalça üzərində yerinə yetiririk. Ona görə işə başlamamışdan əvvəl onların mövcudluğunu mütləq yoxlamalıyıq.
İş zamanı bəs nə etmək lazımdır? Gəlin onlara da baxaq. Nem isteğmalı rezin xaç üzərində dayanaraq yerinə yetirmək lazımdır. Ütünü quru əllərlə tutmaq lazımdır, yandırıb söndürmək lazımdır və ütünü çəngəlindən tutmaq lazımdır, şnurundan yox. Bəli, çəngəlinin qəlib hissəsindən tutmalıyıq ki biz, onun şnur hissəsindən yox. Daha sonra ütünü xüsusi atlığın üzərinə qoymalıyıq. Hər deməli paltarı ütülədikcə, parçanı ütülədikcə biz onu atlığın üzərinə qoymalıyıq. Onun üçün ayrılmış xüsusi atlığın üzərinə. Hər yerdə ütünü qoymaq olmaz. Daha sonra şnurun burulub ütünün alt hissəsinə toxunmamasına diqqət etmək lazımdır. Bütün bunlar deməli iş zamanı bizim etməli olduğumuz təhlükəsizlik qaydalarıdır. Və işi bitirdikdən sonra ütünü söndürmək və onu xüsusi ayrılmış dedik ki, atlıq üzərinə qoymalıyıq. Yəqin ki, bu təhlükəsizlik qaydaları sizə aydın olur. Tutqacın hazırlanması ümumiyyətcə müəyyən mərhələlərdən keçir. Gəlin onlarla tanış olaq. Biz tutqacı hazırlayarkən bizə müəyyən materiallar lazımdır. Yəni, bunlar nə ola bilər? Alətlərimiz lazımdır, tərtibatlarımız, yəni qayçı, iynə, sabun. Həmçinin bizə lazımdır 2 rəngdə parça. Sonra astar üçün material və astarlıq lazımdır. Astar üçün də parça lazımdır bizə. Yəni müəyyən saplar, bizim işimizə uyğun gələcək parça seçməliyik. Ütü lazımdır. Yəni bu kimi bizə alət və tərtibatlar, avadanlıqlar lazımdır. Bunlar testlərdə də elə bu şəkildə düşür. Bunlar demək olar ki, testlərə çox asan bir şəkildə seçilir. Özünüzə diqqət edin. Daha sonra dedik ki, tutqacın hazırlanması. Tutqacın hazırlanması ümumiyyətcə hansı mərhələlərdən keçir? Təbii ki, 3 mərhələdən keçir. Bunlar hansılar olacaq? Gəlin baxaq. Birinci mərhələmiz o olacaq ki, eskizin qurulması. Biz axı dedik ki, müəyyən bir işə başlamamışdan əvvəl mütləq onun layihəsi qurulmalıdır. Yəni eskizi çəkilməlidir, bilməliyik, onun haqqında məlumat almalıyıq. Ona görə ilk mərhələmiz o olacaq ki, eskizin qurulması. Eskizin qurulması məlumatın hazırlanacaq şəklidir. Yəni eskiz məlumatı üçün hazırlanacaq bir şəkildir. Detalları öz aralarında demək birləşdirmək üçün, onları başa düşmək üçün eyni rəngdə, eyni ölçüdə kvadratlar kəsməliyik. Ən sadə variantlarından birindən istifadə edirik. Bu da şahmat texnikası ilə görülən demək hazırlanan tutqacdır. Onlar demək 4 sıraya yığılır və ümumilikdə 16 kvadratdan ibarət olur. İndi sizinlə birazdan onun da haqqında məlumat alacağıq ki, hər kvadratın ölçüsü nə qədərdir və yaxud da ki, onlar ümumilikdə nə qədər ölçüdə olur, o barədə məlumat alacağıq. Davam edək müəllimlər. Tutqacın eskizini biz hazırladıqdan sonra onu 2 rəngdə parçadan, yəni parçası 2 rəngdə olur. 2 rəng parçadan hazırlayırıq və tutqac üçün ən yaxşı ölçü isə 22-nin 22-yə santimetrdir. Elə testlərdə də bu şəkildə düşür ki, tutqac üçün ən yaxşı ölçü hansıdır? 22-nin 22-yə. Burada da qeyd olunur. Daha sonra keçək mövzumuzun digər hissəsinə. Deməli, müəllimlər, dedik ki, tutqacın hazırlanması hansı mərhələlərdən keçir? Birinci mərhələmiz oldu ki, eskizin qurulması. İkinci mərhələ o olacaq ki, şablonun hazırlanması. Gəlin baxaq. Tutqac demək, üfüqi və şaqili 4 kvadratdan ibarət olur. Tutqacın ölçüləri dedik ki, ən yaxşı ölçü 22-nin 22-yə santimetrdir və həmçinin biz tutqacın parçasını kəsən zaman emal payını buraxırıq orada. Nə qədər desək, 1 santimetr. 1 santimetr emal payı buraxırıq və onun ölçülərini hesablasaq, bizə bu düstur lazım olacaq. Da burada qeyd elədim. Həmin əgər tutqacın ölçüləri verilibsə, bizim üçün lazım olacaq düstur bu olacaq. Yəni bu düstura diqqət edin. Yəni bir də təkrar edək. Əgər soruşulsa ki, tutqac üçün ən demək yaxşı ölçü hansı idi? 22-nin 22-yə santimetr. Yəni ən yaxşı ölçü odur. Və 1 santimetr emal payı buraxırıq və onun demək hazırlanması zamanı bizə bu düstur lazım olacaq. Daha sonra müəllimlər davam edək. 22-nin 22-yə. Bəs orada dedik ki, 2 rəngdə kvadratlar olur. Şahmat dedik axı, formasında olur onlar. Bəs onların ölçüləri nə qədər olur desəm, təbii ki 5-in 5-ə. Yəni 5
Tutqacın haşiyələnməsi, daha sonra onun ara qat materialının hazırlanması üçün biz yenə də həmin ölçüdən istifadə edirik. Yəni 22-nin 22-yə ölçüdən. Və dedik ki, bizim bu tutqacın hazırlanması 3 mərhələni əhatə edir. Birinci mərhələmiz oldu ki, eskizin qurulması, şablonun hazırlanması oldu. İkinci mərhələmiz, üçüncü mərhələ bəs nədir desək, təbii ki, biçmə mərhələsi. Gəlin ona da baxaq. Biçmə mərhələsində ümumiyyətcə parçanın tərs üzündə, hər bir parçaya bu aiddir. Parçanın tərs üzündə onun konturları çəkilir. Yəni ki, açıq rəngli parçalarda iti yonulmuş karandaşın köməyi ilə, tünd parçalarda isə sabun və təbaşirin köməyi ilə demək nişanlama kontur xətlərinin qeyd edilməsi aparılır. Bəzi parçalar var ki, onlar açıq rəngdə olur və açıq parçalarda biz ümumiyyətcə təbaşirdən daha sonra dedik ki, onun üzərində sabunla nişanlama kontur xətlərini biz qeyd edə bilmərik. Çünki niyə görə? Həmin təbaşirimiz də açıq rəngdədir. Bizim parçamız da o necə onun üzərində həmin nişanlama apardıqda onlar necə görsənə bilər orada? Təbii ki, xeyr, görsənə bilməyəcək. Və dedik ki, tikişlər üçün emal payının miqdarı dedik ki 10 mm olmalıdır və biçmə zamanı uzun sapların istiqamətinə diqqət edilməlidir. Hətta bundan əvvəlki mövzumuzda demişdik ki, orada məmulat giyilərkən sonradan öz formasını itirməməsi, dartılmaması üçün dedik ki, nə demişdik? Oradakı uzun saplarla ülgünün oxlarının üstə düşməsinə biz diqqət etməliyik. Bəli, bax burada da onu nəzərdə tutub deyir. Yəni, biçmə zamanı uzun sapların istiqamətinə mütləq diqqət edilməlidir. Belə müəllimlər, başqa bir şey qalmadı. Bütün xırdalığına kimi sizə izah verdim. Əsas odur ki, başa düşəsiniz və testlərdə tətbiq etməyi bacarasınız. Dediyim yerlərə xüsusilə diqqət edin. Deməli, burada başqa bir şey qalmadı. Təhlükəsizlik qaydalarına da diqqət edin. Çünki sizə adi gələ bilər, amma testlərdə bəzən qarışdırıb verir. Belə müəllimlər, bir şey qalmadı. Hər biriniz uğurlar, hələlik.